Onda mən sizə sual verirəm. Əgər Səfəvilər özləri Cəfəri fikrinə əməl edirlərsə, bunlar hansı əsər əsasında buna əməl edir? Abi Oğuzlar arasında, baxın, Oğuzlar arasında. Yəni Əhl-i Beyt məhəbbətinin olması, Əhl-i Beyt məhəbbətinin olması ideoloji mənada olmazsa olmaz bir. O deyir ki, bu ayətlər səhabə haqqında nazil olanda sən də orada mıydın? Qısaca toxundunuz o məsələyə. Və belə deyirlər ki, orada güya Quranın Məhəmməd əleyhissalama yox, güya ki, ya təhrif olunmuş formada gəldiyini iddia edir. Bir də ya əlinin o sondakı Y hərfi ki var, o Zülfüqar qılıncı ikiyə ayrılır, iki şaxəyə ayrılır, Zülfüqar qılıncı forması verdi o Y hərfinin. Amma bunu inşa etdirən adam sünnidir. Kifayət qədər şiə alimlərinin əsərləri var. Deməli, Azərbaycanda yayılmayıb da, bunu demək istəyirəm. Yayılır, təbii ki var, təbii ki. Amma Azərbaycanda yayılmamış bir də Səfəvi şeyxləri də buna zaten əməl etmirdilər. Belə bir şey olub ümumiyyətlə tarixdə? Yox, elə bir şey olmayıb. Ərdəbil, yəni Səfəvilər heç bir zaman Ərdəbil hakimi olmayıblar. Və bunu sübut edə biləcək də heç bir fakt mövcud deyil. Hər vaxtınız xeyir, hörmətli izləyicilər. Tarix Hasan İzadda kanalında sizi yenidən xoş gördük. Bu günləri yenidən biz alternativ tarix layihəsi üzrə öz verilişlərimizi davam elətdiririk və yenə də bizim qonağımız görkəmli səfəvişünas, tarix üzrə fəlsəfə doktoru, professor Namiq Musallıdır və bugünkü mövzumuz Səfəvi təriqətinin özü ilə bağlı olacaq. Səfəvi Sufi Dərviş ordeni. Ümumiyyətlə Səfəvilər yarandığı vaxtı sünni idilərmi, 15-ci əsrdən sonra şiəliyə keçiblərmi və yaxud da Səfəvi ordeni şiəliyin ifrat digər bir qoludurmu və yaxud da ki, indiki şiəliklə bir əlaqəsi varmı? Bu məsələlər ətrafında danışacağıq. Bir də qısaca bu Şeyx Cüneydin dövründə belə deyək, bu Səfəvilərin şiələşməsi məsələsi, belə bir iddia var. Bununla da bağlı inşallah söhbət açmaq istəyirik. Mən təvazökarlıqdan uzaq da olsa onu da bildirim ki, yəni mənim özüm də vaxtı ikən, indi demirəm, amma vaxtı ikən Namiq məndən də üzr istəyərək mən bunu demək istəyirəm ki, Estağfurullah. Bu məsələ ilə bağlı özümün də qısaca araşdırmalarım olub və mən bu qənaətə gəlmişəm ki, Səfəviyyə özü şiəliyin təriqət qoluydu. Yəni sufilikdə var, əvvəlcə şəriət mərhələsi, sonra gəlir təriqət mərhələsi. Məsələn, indi o sufi yolunu davam elətdirən Türkiyədəki Ələvi Bəqdaşilərdir. Yəni, mən onu tələbə vaxtı bununla bağlı özümə məxsus araşdırmalar edirdim və belə qənaətə gəldim ki, bu hurufilikdir, hurufilər, eyni zamanda o dövrdə mövcud olmuş Bəqdaşilər və Səfəvilər hamısı əslində bir cərəyanın müxtəlif qolları olub və şiə mənşəli olublar, amma daha düzgünlüyü təbii ki, indi Namiq müəllim bildirəcək. Namiq müəllim, birinci sualım budur ki, ümumiyyətlə bu Səfəvi Sufi Dərviş ordeni nə vaxt yaranıb və hansı şəraitdə yaranıb? Yəni, yaranarkən o həqiqətən də sünni idimi, sünni mənşəli idimi? Bu barədə istəyərdim qısaca öz fikirlərinizi bildirəsiniz. Çox sağ olun Samir müəllim, mən də sizi salamlayıram, izləyicilərimizi də salamlayıram. Bu, əlbəttə ki, yəni, o ilk vurğuladığınız məsələlər ki var, bunlar çox vacibdir və bunların izah edilməsi lazımdır. Yəni, sizin çıxışınızın ilk hissəsində, daha doğrusu sualınızın ilk hissəsində Səfəvilərin ümumiyyətlə bu sufi sistemi içində hansı rol oynadıqları, hansı yer tutduqları haqqında və bunların inancları haqqında bir sual verdiniz. İkinci hissəsində isə Səfəvi təriqətinin hansı mühitdə, hansı zəmində formalaşdığı haqqında sual verdiniz. Və bunlar özləri, yəni, sizə deyir ki, çox ayrıntılı, ətraflı mövzulardır. Amma ümumi inşallah. Ümumi, bəli. Deməli, ümumiyyətlə, Səfəvi Sufi təriqətinin formalaşması haqqında söz açarkən, öncəliklə bu məsələni aydınlaşdırmaq lazımdır ki, bu hansı zəmində formalaşdı. Çünki bu, sonraki prosesləri izləməyimiz üçün də bizə bir açar verəcək eyni zamanda. Səfəvi təriqətinin formalaşdığı illər, birisi ki, Azərbaycanda Elxanilərin hakimiyyəti illəridir həmin illərdə və bunu bilmək lazımdır ki, Moğol istilaları öncəsində və Moğol istilalarından sonrasında İslam dünyasında
Sufilərin fəaliyyətləri arasında müəyyən fərqlər var. Yəni Moğol istilasından əvvəllə sonra arasında müəyyən fərqlər var. Burada iki dənə mühüm fərqi vurğulamaq lazımdır. Birinci fərq o idi ki, Monqol istilasından öncə də bəli sufi şeyxləri var idi. İslamiyyətin ilk əsrlərindən etibarən var idi bunlar zaten və sufi silsilələri var idi. Müəyyən şeyxlər ətrafında müridlər var idi məsələn. Amma Monqol istilalarından sonra sufilərin təşkilatlanması bir xeyli artdı. Yəni Monqol istilası sonrasında sufilər daha çox mütəşəkkil hərəkət etdilər. Daha belə deyək də üst səviyyəli təşkilatlanma prosesi yürütdülər. Bu birinci fərq idi. Yəni Monqol istilası sonrasındakı sufilər daha yüksək səviyyədə təşkilatlanmışdılar. Bunların fərqi bu idi. İkinci fərqi isə bu idi ki, Monqol istilası öncəsindəki sufilər İslam dünyasının əsasən fikri hərəkətləri içində yer alırdılar. Amma Monqol istilası sonrasındakı bu sufilər, həm də xüsusi vurğulamaq lazımdır ki, əvvəlki ilə müqayisədə daha yüksək səviyyədə təşkilatlanmış olan bu sufilər İslam dünyasının eyni zamanda ictimai həyatında da çox mühüm rol, aktiv bir rol oynadılar. Əvvəllər məsələn sufilər daha çox belə deyək də inzivada, yəni digər insanlardan ayrılmış şəkildə öz həyatlarını sürərdilər, daha çox ibadətə yer verərdilər və s. Amma Monqol istilasından sonra bunlar dediyimiz kimi həm daha yüksək səviyyədə təşkilatlandılar, həm də təşkilatlanmış formada İslam dünyasının ictimai həyatında da çox aktiv rol aldılar. Yəni bax, Səfəviyyə sufi təriqəti də bu zəmində ortaya çıxan bir təriqətdir. Burada bunlarla birlikdə eyni zamanda xüsusi bir hadisəni də vurğulamaq lazımdır ki, Monqol istilaları eyni zamanda Abbasilər xilafətinə son vermişdi. Düzdür, daha sonra Məmlüklər bəzi Abbasilər sülaləsindən olan şəxsləri Misirdə xəlifə elan edildilər, amma bunlar çox da artıq İslam dünyasının ictimai siyasi həyatında önəmli rol oynamırdılar. Amma yəni Abbasilər 2258-ci ildə bunlara Hüdayi xan son verdi. Bu Abbasilər zamanında xilafət İslam dünyasının ideoloji həyatında, ictimai siyasi həyatında çox mühüm rol oynuyor. Hətta Abbasilərin sonlarında bunları belə deyək, artıq əvvəlki kimi hərbi, siyasi qüvvəsi olmasa belə, yenə də ideoloji və mənəvi mənada, xüsusən də Sünni İslam xanədanları ilə iş birliyi şəraitində Abbasilər çox aktiv və effektiv bir rol oynayırdılar eyni zamanda. Bu yüzden də dini müxalif fikirlərin İslam dünyasında yayılması, bax bu Abbasi xilafətinin digər o sünni müsəlman xanədanlarla işbirliyi nəticəsində əngəllənirdi. Yəni inanc, belə deyək də, çərçivəsində irəli sürülən müxalif fikirlərin yayılması əngəllənmək istənirdi. Düzdür, bu belə deyək də, bu prosesi təbii ki, əngəlləmək mümkün olmurdu, amma ən azından bunlar müəyyən mənada məhdudiyyət və maneəçilik olurdu. Amma məsələn, Abbasilərə son verildikdən sonra, daha doğrusu Abbasilərə son verildikdən sonra nə oldu? Eyni zamanda İslam dünyasındakı, xüsusən də Türk aləmindəki və İrandakı müsəlman xanədanların da ən azından effektiv, siyasi, hərbi mənada effektiv müsəlman xanədanları da son verildi. Buna görə də askılar azaldı. Və eyni zamanda da Elxanilərin olsun, Çağatay xanlığının olsun, Altın Orda xanlığının olsun, bunların ilk zamanlarda İslamiyyətlə əlaqədar heç bir həssasiyyətləri olmadığı üçün, məsələn, deyək ki, hansısa bir sünni İslamiyyəti himayə eləsinlər, burada deyək ki, ona müxalif fikirlərin yayılmasına əngəlsin. Belə bir siyasətlər olmadıqları üçün münbit bir zəmin ortaya çıxmış oldu eyni zamanda. Yəni, İslamiyyət içində müxalif fikirlərin yayılması
və yayılması dedik zaten əvvəllər də var idi. Heterodoks görüşlərə Bunların təşkilatlanması daha da artdı. Bax, bu da ayrı bir istiqamət idi. Və burada xüsusən də bunu əlavə etmək lazımdır ki, Çingiz xanın sülaləsi və bu sülalədən olan bu xanlıqlar, bu xanlıqların hökmdarları daha sonrasında İslamlaşdı. Amma bunlar heç də Sünni və ya Şii üləmanın təbliğatı sonucunda İslamlaşmadılar. Bunlar məhz həmin o sufi şeyxlərinin təsiri altında İslamlaşdılar. Qazan xan da hətta, yoxsa? Bəli. Qazan xan da eyni zamanda, Altın Orda xanlığı da eyni zamanda. Bunlar məhz sufi şeyxlərinin o söhbətləri və yaxud da ki, o xariqül-adə halları və s. bunların təsiri ilə bunlar zamanla İslamlaşdılar. Və hətta bunlar İslamlaşmadan əvvəl də və xüsusən də İslamlaşdıqdan sonra da bunlar nə edirlər? Sufi şeyxlərini himayələri altına aldılar. Və məhz həmin zamandan etibarən dediyimiz kimi təşkilatlanmış olan bu sufilərə aid olan bu zaviyələr olsun, xanəgahlar olsun, onlara vəqf edilmiş ərazilər və digər əmlak olsun. Bunların sayı xeyli artdı. Yəni sufilər beləliklə İslam dünyasının ictimai həyatında və xüsusən bu vasitə çox önəmli rol oynamağa başladılar. Əvvəllər də dediyim kimi var idi sufi örgütlənmələri, var idi bunların fəaliyyətləri. Amma Moğol istilası öncəsində bu qədər həm aktiv olmayıblar ictimai həyat, iqtisadi həyatlar eyni sahələrdə. Və Monqol istilalarından sonra bir xaos mühiti ortaya çıxdı və bu xaos mühitində nə oldu? Xaos mühitində çarəsiz olan, bu zamanın yeni çağırışları ilə üzləşən və üstəlik üzərində Moğolların baskısını hiss edən insanlar, müsəlmanlar ictimai əsaslarla örgütlənmə ehtiyacı hiss etdilər. Məsələn, baxın, məhz həmin zamandan etibarən əxilik təşkilatı məsələn bir xeyli aktivləşir. Hətta əxilər bir müddət Ankarada müvəqqəti bir hökumət belə qururlar. Daha sonra çarşılarda, bazarlarda təhlükəsizliyi təmin edirlər. Yəni, burada belə bir vəziyyət yarandı ki, bu xaos mühitində insanlar daha çox məsuliyyəti öz üzərlərinə almaq istəyir. Və bunun üçün də örgütlənmək ehtiyacı hiss edir. Bax, sufi örgütlənmələrinin digər bir səbəbi də məhz dediyimiz bu ictimai çağırışlar idi. Ayrı da yəni bu sufi örgütlənmələri içində yer almaq insanlara müəyyən imtiyaz da verir. Çünki sufi şeyxləri onları öz himayələri altına alırdılar və bunların da az əvvəl dediyimiz kimi o dövrün hökmdarları ilə, Elxanilərlə, Altın Orda ilə və s. yüksək səviyyədə əlaqələri var idi. Ona görə də artıq bunların himayəsində olan insanlar o az əvvəl dediyimiz o zamanın ənfi belə deyək də, o xüsusiyyətlərindən bir də sığorta olunurdular müəyyən mənada. Çünki bunları incidəndə onlar öz şeyxləri vasitəsilə siyasətçilərə, hökmdarlara, hakimiyyət adamlarına öz fikirlərini, etirazlarını çatdırırdılar. Və bunun çox sayda örnəkləri var, onu da deyim, o dövrün mənbələrində. Bax, bu zəmində məhz Səfəviyyə, Sufi ordeni formalaşır, ortaya çıxır və sürətlə inkişaf edir. O ki qaldı, o bir adədiniz ki, Ərəbilər də bir sufidir. Mən bu fikirdən razılaşmıram. Ərəbiləri sufi saymaq, belə deyək də, doğru olmaz. Bu barədə istəyirsiniz, biz daha sonra... Ayrıca danışarıq, Təriqət saymaq olmaz bunlar, yəni. Təriqət və sufi saymaq olmaz. Onun da səbəblərini... Deyirsiniz, o başqa mövzunun o söhbəti açsaq, çünki o biraz ayrı səmtə yönələcək. Amma burada ayrı bir, həmin o bu Səfəvi təriqətinin formalaşmasından söz açarkən ayrı bir xüsusiyyəti də bildirmək lazımdır eyni zamanda. O da nədir? Deməli, biz əvvəlcə bu sufi silsiləsinin, bu Səfəvi sufi silsiləsinin formalaşdığı zamanın xüsusiyyətlərindən söz açdıq.
Amma bir hadisəni izah etmək üçün sadəcə zamanın xüsusiyyətlərini ələ almaq, incələmək və bununla da işi sona çatmış hesab eləmək doğru olmaz. Burada eyni zamanda nə etmək lazımdır? Eyni zamanda bu Sufi silsiləsinin formalaşdığı məkanı da incələmək lazımdır eyni zamanda. Və Ərdəbil şəhərinin Azərbaycan tarixində oynadığı rol, bax bu deyək ki, hadisənin məkan anlamında incələnməsi üçün çox vacibdir. Mən deməli 2006-cı ildə namizədlik işini müdafiə etdikdən sonra o vaxt rəhmətli Oqtay Əfəndiyevlə məsləhətləşdik və belə qərara aldım ki, mən bundan sonra Ərdəbil şəhərinin 13-17-ci əsrlərdəki tarixini araşdırım. Bunun da səbəbi nə idi? Səbəbi o idi ki, Ərdəbil Cənubi Azərbaycanda Təbrizdən sonra tariximizdə ikinci, belə deyək də, ən önəmli rol oynamış şəhər olub, amma Azərbaycan tarixşünaslığında araşdırılmır. Və 13-17-ci əsrlərdəki bilirsiniz, rəhmətli Seydağa müəllimi, Seydağa Onullahinin Təbriz şəhəri haqqında 13-17-ci əsrlərdə əsəri var. Mən də elə Monqol istilasından Səfəvilərin sonuna qədər Ərdəbil şəhərini araşdırmaq istedim, amma araşdırarkən ona şahid oldum ki, Ərdəbilin 13-cü əsrdən əvvəlki tarixini öyrənmədən 13-cü əsr və sonrasını öyrənmək absurddur. Çünki əvvəlki vəziyyətini öyrənmədən, bilmədən, düzdür, İranda bir neçə əsər yazılıb Ərdəbil tarixi haqqında, amma İranlı müəlliflər, bu əsərləri yazan İranlı müəlliflər hadisələrə, belə deyək də, ictimai, iqtisadi, şəhərin iç həyatı mənasında, belə deyək də, bu hadisəni ələ almayıblar. Daha çox İranın və Azərbaycanın ümumi hərbi siyasi hadisələri içində Ərdəbili də əridərək orada müəyyən deyək ki, hərbi siyasi hadisələri üzərir. Amma bizə lazımdır ki, Ərdəbilin ictimai həyatını ortaya çıxardır. Çünki bütün o, bu dediyimiz o Səfəvi xanədanının ortaya çıxması və s. Ben o zaman bu işi araştıranda da, bu mövzunu alanda da ben bunu müəyyənləşdirmək istirdim ki, Ərdəbil mühiti, Ərdəbilin ictimai həyatı, Səfəvi Sufi silsiləsinin formalaşmasına hansı zəmini hazırlayır? Bax, bu zəmini öyrənmədən Səfəvi Sufi silsiləsinin formalaşması və inkişafını da öyrənmək təbii ki, nə olacaq? Əskik olacaq. Yəni, bu, belə deyək də, bu prosesin hamısını hər, deyək ki, incə xüsusiyyətləri ilə araşdırmaq təbii ki, mümkün olmayacaq. O yüzden de birinci növbədə Ərdəbilin ictimai zəminini araşdırmaq lazım. Amma fərqinə vardım ki, 13-17-ci əsrləri ələ almaqla sadəcə bu mümkün olmayacaq. Və Ərdəbilin tarixini o şəhərin formalaşdığı zamandan etibarən ələ alır. Öncəliklə Monqol istilası öncəsində bu şəhərdə və ətrafında hansı prosesdir? Onu araşdırmaq lazımdır. Mən bunları niyə görə izah edirəm? Yəni, bu 16 ildir ki, mən bu Ərdəbillə əlaqədar araşdırmalar aparım. Düzdür, bu 16 ildə sadəcə Ərdəbili araşdırmamışam, amma hər zaman bu, belə deyək də, o araşdırmaların içində bir Ərdəbil olub və sistematik bir şəkildə bu məsələni, belə deyək də, çox tələsmədən, amma sistematik bir şəkildə hər zaman bu işin üzərində araşdırmalar aparmışam. Onun dedim ki, artıq mənim bu Monqol istilası öncəsindəki Ərdəbil şəhəri adlı əsərim artıq nəşr olunmağa hazırdır. Və inşallah önümüzə gələn həftələrdə onu istəyirəm inşallah yayın evinə verim. İnşallah. Ondan sonra isə 13-15-ci əsrlər şəhəri. Çox məmnuniyyətlə gözləyirəm mən o əsəri inşallah. Deməli, bu araşdırmalarım sırasında ortaya çıxan nə oldu? Məsələn, bilirsiniz ki, Ərdəbildən söz açarkən elə hamı bir çox araşdırmacılar Həmdullah Mustofinin 1340-cı ildə Nüshətül Qulub adlı əsərində orada Ərdəbil haqqında deyir ki, Ərdəbil əhalisinin böyük əksəriyyəti şafilərdir və hamısı da Şeyx Səfiyyəddin Ərdəbilin müridləridir. Əsas mən istəyən məqamı indi gəldi. Bütün araşdırmacılar elə oradan alıblar, elə hamı da deyir ki, bütün orta əsrlər boyunca Ərdəbilin əhalisi hamısı şafilər idi belə.
Ancaq mən Ərdəbili deməli araşdırarkən nəyə şahid oldum ki, İslamiyyətin ilk əsrlərindən etibarən Ərdəbildə çox belə deyək də bir-birindən ayrılan, bir-birindən fərqlənən çox fərqli inanc sistemləri, müxtəlif inanc ideologiyaları olub. Burada əlbəttə ki, Ərdəbil şəhərinin özündə, bəzi onu deyim ki, hər zaman əlbəttə ki, sünni əhali şəhər əhalisinin əksəriyyətini təşkil edib. Bu ayrı bir şey. Amma Ərdəbildə sadəcə sünnilər və ya sadəcə şafi məzhəbindən olan insanlar olmuyor. Mən hansı bunun xaricində digər zümrələr var idi, onlara deyəcəm, amma bunun da səbəbini izah etmək lazımdır. Ərdəbil Azərbaycanda və ümumiyyətlə bütün İslam dünyasında, hətta Avrasiya ateliki səviyyəsində deyə bilərik, mühüm ticarət yollarının üzərində olan bir şəhər. Burada həm şərq-qərb arasındakı ticarətdən söz açılır, həm də şimaldan cənuba enən yollar haqqında söz açılır. Və özü də Ərdəbil bu yolların qovşağında olan bir şəhər idi o illərdə. Və Ərdəbilə deyək ki, müxtəlif ölkələrdən, məmləkətlərdən səyyahlar, tacirlər və s. Ərdəbilə uğramaqda idilər. Ərdəbilə sadəcə bu, deyək ki, biz dedik ki, bu Ərdəbil bu yolların üzərində olan bir şəhərdir. Həmin o yollar vasitəsilə, həmin o karvanlar vasitəsilə, qafilələr vasitəsilə Ərdəbilə sadəcə ticari mallar gəlib çıxmırdı. Eyni zamanda da müxtəlif ideyalar, fikirlər gəlib çıxmırdı. Yəni, İslam dünyasının müxtəlif yerlərindən Ərdəbilə həm də fikirlər gəlib çatırdı. O dövrdə, misal üçün, bilirsiniz ki, alimlər olsun, sufilər olsun, bunlar eyni zamanda çoxlu səyahət edirlər. Həm öyrənmək üçün, müəyyən deyək ki, elm öyrənmək üçün, həm də eyni zamanda öz ideyalarını fərqli məmləkətlərdə izah etmək üçün səyahətlər edirdilər. Və Ərdəbil də bu cür alimlərin və sufilərin ən çox uğradıqları şəhərlərdəndir. Ona görə də biz nəyə şahid oluruq? Məsələn, İslamın ilk əsrlərində, konkret olaraq Əməvilərin son zamanlarında və Abbasilərin ilk zamanlarında, yəni 8-ci əsrin ortalarında, məsələn, Ərdəbildə xaricilik, xaricilik deyək ki, axımının çox sayıda nümayəndələrinin olduğunu. Hətta bunlar Əməvilərin son illərində Ərdəbildə üsyan edirlər. Ərdəbildə xaricilər üsyan edirlər Əməvi hakimiyyət əleyhinə. Sonra bu üsyan yayılır Beyləqan və digər Arrana falan, digər yerlərə də yayılır. Hətta Əməvilər zamanında üsyanı çatışdırmaq mümkün olmur. Abbasilərin ilk illərində sadəcə bu üsyan. O zaman o müsafirin üsyanıdırmı, yoxsa qəssab müsafir? Bəli. O xəvaric olur, belə çıxır. Bəli. Bu da izləyicilər üçün maraqlı faktdır, müəllimlər üçün. Deməli, bu xaricilərin üsyanı, həmin o dediyiniz müsafirin üsyanı, xaricilərin üsyanı. Beyləqanlı idi əslində həmin şəxs söz, amma Beyləqanda üsyan etmir, ilk gəlir Ərdəbilə. Deməli, Ərdəbildə çoxlu xaricilər var idi. Ərdəbildəki tərəfdarlardan bir yerdə, hətta müəyyən mənbələr yazırlar ki, Beyləqandan Ərdəbilə varıncaya qədər kim olduğunu, niyə bura gəldiyini heç kəsə izah etmir. Amma Ərdəbildə o tərəfdarlar var ki, orada tərəfdarların yanına alır, oradan gedib Beyləqana və digər Arran şəhərlərinə və s. Bundan əlavə bir sonraki əsrdə bilirsiniz ki, Xürrəmilər hərəkatı ortaya çıxır. Ərdəbil ətrafında, ümumiyyətlə mən sizə bir söyləyim ki, Babəkin özünün də anadan olduğu kənd, bəli, o da Ərdəbil vilayətinə aiddir. Bilalabad. Bəli, Bilalabadda anadan olub, orası da o zamanlar, hətta Hindi də, həmin o ərazi yenə də Ərdəbil Bostanına aid bir ərazidir. Bundan əlavə Ərdəbildə Xürrəməbad adlı bir şey var, məntəqə var, bilirsiniz. Ərəb müəllifləri hətta Xürrəmilik adının həmin o Xürrəməbad adlı yerdən, Ərdəbil ətrafındakı Xürrəməbad adlı yerdən alındığını bilirlər, amma digər müəlliflər bunun belə olmadığını söyləyirlər. Amma yenə də ərəb müəlliflərin Ərdəbillə Xürrəmilik arasında əlaqə yaratması, niyə görə məsələn deyirdilər ki, bu Hindistanda filan yerin adıdır, Ərəbistan. Ərdəbil bu prosesdə mühüm rol oynayır ki, Xürrəmilik hərəkatı, məsələn, özü. Xürrəmilik
hərəkatı haqqında, Xürrəmilik hərəkatı haqqında bilirsiniz də, Şəhristani'nin çox belə deyək də mühüm bir əsəri var. İslamda müəyyən o əsərləri, həqiqətləri anlatan bir əsəri var. Məsələn, Şəhristani açıq bir şəkildə söylüyor ki, Xürrəmilər hərəkatı ifrat, Şiə hərəkatı olduğunu söylüyor. Ondan sonraki digər müəlliflər də aşağı yuxarı, yəni bu Şəhristani'nin bu fikrini inkişaf elətdirib, eyni şeyi deyirlər. Hətta bilirsiniz ki, Fəzlullah ibn Müzdəhan Xunci də yazır ki, o Şeyx Heydər müəyyən qədər o Xürrəmilərin fikirlərindən istifadə eləmişdir və yaxud o fikirlərini davam etdirir. Yeri gəlmişən bəziləri deyir ki, bu qızıl başlıq elə oradan gəlir. Yəni o Xürrəmilik qırmızı, bu da qızıl başlıq, yəni qırmızı. Bəziləri belə iddialar irəli sürürlər. İndi ona da inşallah fikir bildirək. O barədə də inşallah söz açarıq. Mən nəyi demək istəyirəm burada? Mən onu demək istəyirəm ki, yəni Ərdəbil elə bir yer idi ki, yəni bu da sadəcə elə Həmdullah Sofinin dediyi bir sözlə ki, deməli o şəhər əhalisi, Şafi sünnilər elə deyib, bütün bu orta əsr Ərdəbilin inanc mənzərəsini bununla əks etdirmək mümkündür. Bu son dərəcə yanlış bir şey. Bir də burada sadəcə şəhər əhalisi üzərindən bir qiymətləndirmə aparmaq yanlış olar. Yəni Ərdəbil şəhərindən mən deyim, təbii ki, şəhər əhalisinin böyük əksəriyyəti sünni idi, amma şəhər ətrafına eyni fikri şamil etmək imkansızdır. Şəhər ətrafına. Orada dediyimiz kimi Xürrəmilər var idi, xaricilər hətta şəhərin içində var idi, hətta şəhərin içində də Xürrəmilər var idi. Məsələn, o dövrün mənbələri vurğulayırlar ki, Babək şəhər içindəki agentləri vasitəsilə oradan sürəkli informasiya alırdı. Yəni şəhər içində də Xürrəmilər var idi insanlar. Yəni bundan əlavə məsələn, ayrı bir fakt məhsisi. Həbəri deməli çox bilinən bir ərəb müəllifidir, bilirsiniz. Daha doğrusu ərəb olmayıb, əslində İranlı müəllifdir, amma ərəbcə öz əsərini hazırladığı üçün, yəni o dövrün önəmli müəlliflərindəndir və ərəb müəllifi olaraq bilinir. Deməli, Həbərinin əsərində miladi 865-ci ildən söz açarkən həmin ilin Məhərrəm ayında Ərdəbil şəhərində Şiəliyin Zeydilik axımına aid olan, Şiəliyin Zeydilik axımına aid olan əhalinin üsyan etdiyini vurğulayır. Yəni 865-ci ilin Məhərrəm ayında Ərdəbildə Zeydilərin sayı o qədər çox idi ki, bunlar Abbasi xilafət əleyhinə üsyan edirlər. O dövrdə bilirsiniz, Aranda da bir üsyan var idi, orada da Zeydilər üsyan eləmişlər falan. Bu da yəqin ki, onunla əlaqəli olan bir üsyan idi. Düzdür, bu üsyan yatsızdırılır, amma yenə də 860-cı illərdə Ərdəbildə Zeydilərin üsyan edə biləcək sayıda qüvvəyə malik olması və şəhərin içində üsyan edirlər. Yəni bu özü də Ərdəbilin orta əsrlərdə inanc mühitini o az əvvəl bir tək cümlə ilə ifadə edilməsinin yanlış olduğunu bizə izah edir. Bundan əlavə, yəni ki, o dövrün mənbələrində bir xeyli fakt var. 9-cu əsrdə və 10-cu əsrdə Ərdəbil şəhərində sayıları az olsa da, eyni zamanda İmamiyyə şiələri də var idi. Yegən ki, ondan toxunacaqdım. Yəni bu bir belə deyək, ümumi bir söz olaraq vurğulanmır, konkret şəxslərin adı ilə məsələn vurğulanır ki, Ərdəbil məsələn əhalisindən olan məsələn filan kəs şiə idi, filan hadisədə filan deyək ki, rol oynadı və s. Yəni şəhərin inanc mühitində az əvvəl dediyimiz kimi fərqli unsurlar var idi. Burada xaricilər var idi, daha sonra Zeydilər var idi, İmamiyyə şiə, hətta İsmaililər var idi. Məsələn, Salarilər xanədanı. 40 il bu xanədan Ərdəbil şəhərində oturub, düz deyil, və müxtəlif vilayətlər, xüsusən də Cənubi Azərbaycanı idarə edib, düzdür. Yəni, Salari xanədanı özü İsmaili idi. İsmaillər də özü şiəliyin bir qoludur da. Şiəliyin bir qoludur. Yəni, Ərdəbil, az əvvəl deyimiz kimi, müxtəlif inanclardan olan insanların bir arada həyatlarını sürdüyü bir şəhərdir. Amma
xüsusi yenə də vurğulayıram ki, əlbəttə ki, əhali, orada xüsusən də şəhər əhalisinə söz. Şəhər əhalisinin əksəriyyəti, buna rəğmən sünnilər idi. Amma şəhər əhalisi sadəcə sünnilərə ibarət O aydın oldu deyil. bəli. İkincisi də ki, sadəcə şəhər üzərindən o vilayətin əhalisinin belə deyək də hansı inancdan olduğunu müəyyənləşdirmək hələ o dövr üçün imkansızdır. Nədən? Çünki o dövrdə şəhər əhalisi ümumi vilayətin əhalisinin çox az bir hissəsini əhatə edir. O dövrdə əhalinin böyük hissəsi şəhərin xaricindədir, kəndlərdədir. Və bu oradakı əhali də dediyim kimi, indi o əhalinin də nə olduğunu izah edəcəyik inşallah. Orada yenə də fərqli inanc sistemləri var. Ondan sonra 1160-cı illərdə, yəni İraq Səlcuqilərinin hakimiyyəti illərində Əbdülcəlil Əzvini adında bir adam var, özü şiədir. Deməli, həmin zamanlarda müəyyən sünni alimlər şiəlik haqqında, belə deyək də, şiəliyi tənqid edən müəyyən əsərlər hazırlayırlar. Bu Əzvini də, belə deyək də, həmin o sünni alimlərin əleyhinə, onların fikirlərinin əleyhinə şiəliyi müdafiə edən və sünniliyi tənqid edən bir əsər hazırlayır. Kitab-ı Əqs deyə bir əsərdir bu. Əqs olaraq da bilinir. Kitab-ı Əqs. Bu əsərdə Ərdəbil haqqında da əsərin 2 ayrı bölümündə məlumatlar verilir. Deməli, bu məlumatların birində Ərdəbil şəhər əhalisinin sünni olduğu vurğulanır. Amma ikincisində isə Ərdəbil şəhərindən söz açmır, şəhərin ətrafından söz açır. Xüsusən də o Savalanın olduğu yer, Savalanın ətəkləri və Ərdəbil ətrafından söz açır. Və oradan söz açarkən deyir ki, deməli, bu ərazilərdə çoxlu dərvişlər var və bunların hər biri gedib bir mağarada əyləşir. Əslində, tənqid eləmək üçün bunu deyir. Əyləşir. Bunlar deyir, bığlarını hər iki tərəfdən uzadırlar, deyir belə. Qardaş qrup otururlar, deyir. Və xalq da gedib bunları ziyarət edir, deyir. Və ətraflarında da çox sayda insanlar var və hətta Ərdəbilli sünnilər də gedib bunları ziyarət edir. Və bunları da az əvvəl dediniz kimi o ki, heterodoks İslamiyyət dediniz. Bax, bu həmin o heterodoks İslamiyyətin nümayəndələri olan adamlardır. Yəni, bunlar. Və xüsusən də vurğuluyur ki, bunlar deməli, Əhl-i Beyt, belə deyək də, o təmsilçiliyi və yaxud da tərəfdarlığı üzərindən bunu edirlər. Amma təbii ki, özü şiə müəllif olsa da, bu da bunları tənqid edir. Tənqid etmək üçün bu sözü deyir. Amma bu da faktdır ki, yəni ki, bunun dediklərindən belə çıxır ki, Ərdəbil ətrafında o dövrdə bu dediyimiz kimi sizin ifadənizdə deyəcək olsaq, heterodoks İslamiyyətin nümayəndələrinin çox sayıda olduğu və xalqın da bunlara etibar etdiyi, bunları ziyarət etdiyi buradan aydın olur. Yəni, bax, Ərdəbilin inanc mühiti. Bax, dediyimiz kimi, bəli, müxtəlif. Bu da zaten o cürdə olmalı idi. Niyə? Dediyimiz kimi, Ərdəbil ticarət şəhəridir o illərdə. Müxtəlif ideyaların, fikirlərin hər yerdən, müxtəlif yerlərdən, nə bilim, Hindistandan olsun, Xorasandan olsun, Orta Asiyadan, İrandan, Suriyadan filandan, bu həmin o ticarət karvanları vasitəsilə nə olurdular? Gəlib çıxırdı Ərdəbilə. Mənim sualımın ikinci hissəsindən açığı tam cavab almadı. Bu İkinci hissəsi nə idi? Şeyx Səfi özü, onun yaratdığı təriqət, ilk vaxtlar sünni mənşəli idimi, yoxsa şiə mənşəli? Tamam, aydın oldu ki, burada Ərdəbildə çox əhali yaşayıb və şiəlik də orada önəmli bir saya malik olub. Lakin indi ola bilər bəlkə Şeyx Səfi haqqında ciddi məlumatlar yoxdur bizdə. Amma ondan sonrakılar haqqında, məsələn, Şeyx Sədrəddin və digərləri haqqında. Xüsusən də bu Səffatü Səfanın ilk nüsxələri ki, 14-cü əsrdə yazılıb. Yəni, orada bu barədə nəsə bir söz deyilirmi ki, o Səfəviyyə ordeninin məzhəbi barəsində? Deməli, Samir müəllim, burada son olaraq bir şey deməliyim ki, məsələn, biz Ərdəbil sufiləri deyəndə nəyi fikirləşir? Yəni, həmişə Səfəviləri fikirləşir, Səfəvi şeyxləri, Ərdəbil sufiləri. Halbuki Ərdəbildə
ən azından 10-cu əsrdən etibarən çox sayıda sufilər olub. Yəni, dedim ki, bir əsər hazırlamışıq. İndi orada da həmin o Ərdəbil sufiləri haqqında da yenə məlumatlar verilir. Yəni, Ərdəbil Şeyx Səfiyyətdindən əvvəl də İslam dünyasında çox belə tanınan, bilinən sufi şeyxlər olub Ərdəbildə. Bu belə. O ki, qaldı ki, o sualınıza ki, Şeyx Səfi sünni idi, yoxsa şiyə idi. Burada nəyi xüsusən mən istəyirəm vurğulayım? Biz zaten əvvəlki verilişlərdə də bunu ifadə etmişdik. Tarixi araşdırmalarda biz məsələn nə edirik? Daha çox 21-ci əsrin məntiqi ilə, deyək ki, 13-cü əsrdə, 14-cü əsrdəki hadisələri istəyirik izah edir. Bu son dərəcə yanlış bir şeydir. O zamanın ictimai, siyasi həyatını və yaxud da ki, ideoloji fikirlərini izah edə bilmək üçün 21-ci əsrin məntiqindən uzaqlaşmaq lazımdır. O dövrdə, həmin o sizin dediyiniz kimi ki, Şeyx Səfi sünni idi, yoxsa şiə idi. O dövrdə İslamiyyətin təbliğinin 3 dənə fərqli üsulu var idi. Yəni, bunlar Şeyx Səfinin də inanc aləminin müəyyənləşdirilməsi üçün vacibdir. Və az əvvəl dediyiniz kimi, məsələn də bu Ələvilərin sufi olub olmadığı, bunun da müəyyənləşdirilməsi üçün vacibdir. İlki bu idi ki, deməli, şəriət çərçivəsində hərəkət edən, mədrəsələrdə öyrətilən, mədrəsələrdə müdərrislərin öyrətdikləri, üləmanın öyrətdiyi, daha sonra məscidlərdə oradakı axundlar, mollalar, imamlar vasitəsilə xalqa aşılanan bir İslamiyyət anlayışı. Ki, buna şərti olaraq mədrəsə İslamiyyəti deməyimiz mümkün. Bəli. Yəni, fərq etmir. Şiə olsun, sünni olsun. Yəni, burada təbliğin usulu və inanc əsasları burada önəmlidir. İkincisi, bu dediyimiz birincisi, bunlar şəriət içində hərəkət edən, şəriətin hüdudları içində hərəkət edən bir cümlə idi. İkincisi, sufilər idi. Təriqət mərhələsidir bu artıq. Şəriətdən üstündə 4. Bəli. Bunları məsələn kimlər edirdi? Sufi şeyxləri. Onlar müəyyən yerlərə öz xəlifələrini məsələn yollayırdılar. Orada zaviyələr qururdular. Və s. Öz xanəgahları və zaviyələri və qurduqları belə xəlifələr şəbəkəsi vasitəsilə öz fikirlərini müxtəlif yerlərdə yayırdılar. Və bunların da ətrafında müəyyən o insan zümrəsi var idi əlbəttə ki. Üçüncüsü isə sizin heterodoks İslam dediyiniz, amma mən bu təbiri işlətməyi istəmirəm. Xalq İslamiyyəti deyilən bir anlayış var. Bu Avropa şərqşünaslığında xüsusən də folk İslam kimi, yəni folk İslam, yəni xalq İslamiyyəti deyilən bir anlayış var. Üçüncüsü isə xalq İslamiyyəti idi. Xalq İslamiyyəti deyə adlandırdığımız bu üçüncü yol, məsələn, İrandakı əhli haqlar, məsələn, deyək ki, Suriyadakı Nusayrilər, Anadoludakı Ələvilər, məsələn, Anadoludakı Ələvilər, məsələn, Abdal Ata var, deyək ki. Abdal Ata, məsələn, hansı sufi silsiləsinə aid? Heç birinə. Düz deyil. Hıdır Abdal var, məsələn, Ərzincanda. Məsələn, bu şəxs hansı sufi silsiləsinə aid? Heç birinə. Dədə Xarqın var. Məsələn, hansı sufi silsiləsinə? Heç birinə. Bunlar üçüncü bir alternativ idilər. Həmin o şəriət, təriqət İslamlığına üçüncü bir alternativ idilər. Bunlar isə ocaqlar ətrafında daha çox neynirdilər? Formalaşırdılar. Ocaqlar ətrafında. Yəni, özlərinin məxsus dünya görüşünü İslamla əlaqələndirirdilər. Yəni, xalq dünya görüşünü İslamın... Yox, burada nə cürdür? Burada yenə də İslamiyyəti mərkəzə alırdılar, amma xalqın anlaya biləcəyi səviyyədə izah edirdilər. Onu demək istəyirəm. Yəni, bunların əslində xitab elədikləri zümrələr də bir-birindən ayrı-ayrı idi. Məsələn, xalq İslamiyyəti öndərinin deyək ki, xitab elədiyi zümrə ilə
deyək ki, o üləmanın xitab elədiyi zümrə bir-birindən fərqlənirdi. Türklər arasında xalq İslamiyyəti xüsusən də belə deyək də çox üstün olub və ilk vaxtlarda təbii ki, o 10-cu, 11-ci, 12-ci, 13-cü əsrlərdə Anadolunun İslamlaşması, Xorasan ərəndləri, məsələn, Xorasan ərəndləri dediyimiz adamlar məsələn, bu xalq İslamiyyətidir. Özdə bunlar da əksəriyyət etibarilə bunların seyid olduqları vurğulanırdı. Və hətta Oğuzların Orta Asiyadan və Xorasandan çıxıb, deyək ki, Azərbaycana gəlib yerləşməsi, Anadoluya yerləşməsi, bu şəxslərin mənəvi öndərliyi ilə eyni zamanda olmuşdur. Bunlar ocaqlar ətrafında bu insanları örgütləyərək bu cür böyük bir mühacirat, deyək ki, hərəkatını yürütmüşlər. Təbii ki, bunun da siyasi arxa planda var, Səlcuq dövləti məsələn, amma burada həmin o Xorasan ərənləri dediyimiz şəxslər də önəmli rol oynamışdılar. Yəni bunlar arasında o illərdə elə anlaşıla bilər ki, bunlar bir-birlərindən vuruşurdular. Elə deyil. Dediyimiz kimi bunların xitab elədiyi zümrələr bir-birindən fərqli idi. Və hamısı da eyni məqsədə xidmət edirdi zaten. İslamiyyətin yayılması. Amma metodları bir-birindən fərqli idi. Çünki köçəri insana ayrı cür xitab eləməlisən, deyək ki, təhsilli insana ayrı cür xitab eləməlisən, deyək ki, şəhərdə olan insana ayrı cür xitab eləməlisən, kənd yerlərində olan insana ayrı cür. Yəni, çünki, amma məqsəd eynidir burada. Yəni, xitab edilən zümrənin, dünya görüşləri arasında fərqlər var, amma o məqsəd, deyək ki, İslamiyyətin yayılmasıdır. Bu birinci xüsusiyyət. İkincisi nə idi? İkincisi, Türklər arasında, bunu bilmək lazımdır ki, xüsusən fərq eləməz, sünni olsun və yaxud ki, olmasın. O dövrdə, orta əsrlərdə ən önəmli, İslamiyyətlə əlaqədar olan ən önəmli xüsusiyyət Əhl-i Beyt sevgisinin olması idi. Yəni, bu sünni Türklər arasında da huzur idi. Xüsusən də Oğuzların hamısı arasında. Yəni, istisnasız olaraq Oğuzlar arasında Əhl-i Beyt sevgisinin çox yüksək olduğunu xüsusən vurğulamağımız lazımdır. Məsələn, zənn edilir ki, məsələn, Səfəvi Osmanlı müharibələri. İdeoloji mənada güya Səfəvilər Əhl-i Beyti sevirdilər, sanki Osmanlılar Əhl-i Beyti sevmirdilər. Halbuki, əsla o cür olmuyor. Əksinə, ideoloji mənada araşdırsaq Səfəvilərlə Osmanlılar arasında fərqlər nə idi, oxşarlıqlar nə idi? Bunları birləşdirən ən mühüm nöqtələrdən biri də Əhl-i Beyti hər iki yöndə bir-birinə savaşan bu zümrələrin hər ikisinin sevgisinin olması. Hər ikisinin. Məsələn, deyək ki, Dəftərdar var Osmanlıda 17-ci əsrdə. Hətta Səfəvilərlə müharibələrdə də iştirak edir, Azərbaycanda səfərlərdə iştirak edir. Sarı Abdullah Əfəndi. Məsələn, Sarı Abdullah Əfəndinin Səməratül Fuad əsərində Həzrət Əli haqqında yazdığı fikirləri oxuyun. Adını bilməsəz əgər, gəl münasib şiə alim fikirləri öləsin. Halbuki oxuyursunuz ki, bu adam Osmanlıda dəftərdar olub Osmanlı sarayında. Özü də bir sünnidir. Amma Həzrət Əli haqqında, məsələn, nə deyir? Deyir ki, haqqa varmaq istəyən kişi deyir, adam. Bir adam ki, deyir, haqqa varmaq istəyə deyir. Onu bilsin ki, bu yolda deyir, imamı və müqtədası deyir, Həzrət Əlidir. Yəni, bunu deyən bir sünnidir. Və Osmanlı sarayında yüksək bir vəzifə sahibi olan bir sünni. Yəni, deyir ki, haqqa varmaq istəyən adamın bu yoldakı imamı və müqtədası deyir, Həzrət Əlidir. Və sadəcə bunu demir, orada çox, belə deyək də, ayrı fikirlər də yazılır, yəni hamısı da yüksək səviyyəli fikirlərdir. Ondan sonra, məsələ üçün, bilirsiniz də, bu xəlvətiyyə silsiləsi içində Şeyx Zahid də önəmli bir yer tutur. Hansı ki, həm də Şeyx Səfiyyətlərdə bulunmuşdur. Xəlvətilik haqqında yazılan mənbələrin ilk səhifələrində mütləq 12 imamın adı vurğulanır. Xəlvətilik sünni deyildi, mən elə bilirdim yoxsa? Sünni, bəs mən də onu deyirəm, sünnidir, amma, mən onu görəcəm, biz 21-ci əsrin məntiqi ilə düşünürük. 21-ci əsrdə qırmızı bir
xətt cızılıb belə, düz deyil, hə. Şiə Deyək ki, sünni. birisi şiə, biz o dövrdə belə bir xəttin olmadığını mən izah etmək istəyirəm. Başa düşdüm, başa düşdüm. Bəli. Yəni məsələn deyirsiniz xəlvətlər bəli sünnidirlər. Amma sünni olsalar da baxın, Təməzat-ı Hülviyyə adlı bir əsər var. Xəlvətlilik haqqında yazılmış olan ən mühüm mənbə. Açın orada oxuyun. 12 imamın adı orada vurğulanır. Hər birinin həyatı haqqında məlumat verilir. Axırda da Mehdi Sahib Əz-Zamanın zuhuru haqqında. Amma bu inancı sahib olan adam sünnidir. Onda belə başa düşürəm ki, 13-14-cü, 15-ci əsrə qədər, yəni şiələrlə sünnilər arasında Azərbaycandan söhbət gedir, buradan, bu coğrafiyadan. Elə də böyük bir fərq olmayıb, əhali arasında da elə də böyük bir uçurum olmayıb. Və onu da sizə deyim ki, onu da siz, həmin o xəlvətlilərin də mürşidi Şeyx Zahiddir. Hansı ki, Şeyx Səfiyyəddin Ərdəbilinin mürşidi. Yenə də həmin o Təməzat-ı Hülviyyədə nə yazılır? Deyir ki, Şeyx Zahid deyir, deməli, İrana səyahət edir və gedir, deməli, Şiraz şəhərində Şeyx Sədi ilə, birisində tanınmış şair Şeyx Sədi. Şeyx Sədi ilə söhbət. Amma deyir, Şeyx Sədinin məşvəsi, hətta belə yazır, əzəlin məşvəsi Ələvi olmadığı üçün deyir. Baxın, bu çox önəmli deyir. Əzəlin məşvəsi Ələvi olmadığı üçün deyir. Onun söhbəti deyir, Şeyx Zahid tərəfindən bəyənilmədi. Yəni, bunu da yazan yenə xəlvəti müəllifdir. Mahmud Hülvi bunu yazır, özünün Nəməzat-ı Hülviyyə adlı əsərində. Yəni, burada demək istəyir ki, yəni, Şeyx Sədinin o fikirləri, o inanc dünyası və s. Həzrət Əliyə əsaslanmadığı üçün onun söhbəti Şeyx Zahid tərəfindən bəyənilmədi. Yəni, o dövrdə sünnilik və şiəlik deyəndə bunları fikirləşmək lazım. Məsələn, siz xəlvətilik deyirsiniz də, hə? Məsələn, xəlvəti silsiləsində yer alan önəmli şeyxlərdən birisi də 16-cı əsrdə Şeyx Şaban Əliyev olur. Kastamonu'dur özü, yəni mənim olduğum şəhərdə, o burada ziyarətgahı da var. Və hətta Şeyx Şaban Vəlinin adından xəlvətilik içində bir Şabaniyyə şöbəsi ortaya çıxır. Və hələ də bu o Şabaniyyə ənənəsini sürdürən insanlar var. Məsələn, mən özüm 10 il bundan əvvəl şahid olmuşam. O vaxtlar biz belə deyək də saha araşdırması deyirlər, saha araşdırmaları edirik. Buradakı deməli tarixi zaviyyələrin yerlərini müəyyənləşdirmək üçün. Bu da nəyə görə lazım idi? Ticarət yolları üstündə bilirsiniz də bu zaviyyələr olurdu. Biz zaviyyələrin yerini müəyyənləşdirərək ticarət yollarının da hardan keçdiyini müəyyənləşdiririk. Əsl niyyətimiz bizim o idi. Nəysə, amma bu saha araşdırması sırasında təbii ki, bələdiyyə işçiləri də, nə bilim, digər qurumlardan da işçilər olurdu. Amma eyni zamanda bu Şabaniyyə, xəlvətiyyə bu yolunu sürdürən insanlar da eyni zamanda bu zaviyyələrlə əlaqədar olduğu üçün bizə belə deyildi, sahədə bizə kömək edirdilər. Yəni, bunları yerini müəyyənləşdirmək üçün. Məsələn, onların arasında qoca adamlar var idi. Məsələn, deyək ki, avtobusa düşəndə, minəndə, məsələn, hər bir şey nə deyirlər? Allah Məhəmməd Əli, ya Şeyx Şaban Əli. Yəni, bu adamlar amma sünnidirlər amma. Yəni, bildiyiniz, yəni, bu Anadolu'dakı bildiyiniz sünnilər heç bir fərqi olmayan insanlardır. Amma dillərindəki söz Allah Məhəmməd Əli, ya Şeyx Şaban Əli. Ondan sonra Kastamonunu məsələn ziyarət eləməli olsaq, İsmail bəy adında buranın bir hakimi olur 15-ci əsrin ortalarında. Özü onun bacısı Osmanlı Sultanı II. Muradın həyat yoldaşı olub. Həmin o İsmail bəyin bacısı. Candaroğulları bəyliyinin son nümayəndəsidir elə bir də bu şəxs İsmail bəy. Candaroğulları Kastamonu və ətrafında bəylik olub. Məsələn, bunun inşa etdirdiyi məscid var. Hansı ki, Fatih özü də gəlib məsciddən namaz qılıb. O məsciddə deməli, neçə il bundan əvvəl Türkiyə Mədəniyyət Nazirliyi belə qərar verdi ki, tarixi abidələrə sonradan edilmiş əlavələr silinsin. O ilk orijinal halı yoxdur. Onun ortaya çıxarılması lazımdır. Yəni, bu cami inşa edildiyi vaxt orijinalda hansı süsləmələr olub, hansı yazılar yazılıb. O prosesdə də biz şahid olduq.
deməli, silindi o üst tərəfdən yazılanlar 20-ci əsrdə, 18-ci əsrdə falan yavaş-yavaş silə-silə gedib axıra. Axırda İsmail bəyin o hazırladığı o camidə orijinal olanı çıxdı ki, Allah Məhəmməd ya Əli. Yəni içəri girirsiniz, bax hal-hazırda da var, kim gəlib istəyir, baxa bilər. İçəri girirsiniz, sağ tərəfdə Allah yazılıb, önünüzdə Məhəmməd, bu tərəfdə isə ya Əli. Bir də ya Əlinin o sondakı Y hərfi ki var, o Zülfüqar qılıncı ikiyə ayrılır, iki şaxəyə ayrılır, Zülfüqar qılıncı forması verilib o Y hərfinin. Amma bunu inşa etdirən adam sünnidir. Və özü də ki, Hənəfi məzhəbi haqqında da bir əsəri var. Həmin o İsmail bəy. Yəni ki, özü sünnidir. Bu barədə heç bir şək şübhə ola bilməz. Amma sünni olduğu halda inşa etdirdiyi məsciddə Allah Məhəmməd ya Əli. Yəni, məsələn, 21-ci əsrdə, məsələn, belə deyək də, bu ağla sığmaz bir şeydir, düz deyil. Amma o dövr üçün bu adi bir şeydir. Çünki dediyim kimi, Oğuzlar arasında, baxın, Oğuzlar arasında, yəni Əhl-i Beyt məhəbbətinin olması, Əhl-i Beyt məhəbbətinin olması, ideoloji mənada olmazsa olmaz bir xüsusiyyətdir. Orta əsrlər üçün mən bunu deyirəm. Yəni, siz deyirsiniz ki, Şeyx Səfiyyəddinin inancı falanı, yəni bu sünnidir, şiədir falandır. Mən ona görə bunları izah edirəm. Yəni, o dövrdə, 20-ci əsrdə olduğu kimi qırmızı çizgi ilə bunları belə ayırmaq ki, bu tərəfdə qalanlar sünnidir, bu tərəfdə qalanlar şiədir. O dövr üçün belə bir qırmızı çizgi ilə bunları ayırmaq olmur. Sünni də olsalar, Əhl-i Beytə məhəbbətləri vardır. Yəni, olmazsa olmaz, mümkün deyil. Mümkün deyil. Yəni, olmazsa olmaz. Yəni, biz deyək ki, Abdullah Əfəndidən örnək verdik, Səmərat-ül Fuaddan, İsmail bəy inşa etdirdiyi məsciddən və digər məsələlərdən. Yəni, bu olmazsa olmaz. Amma konkret Şeyx Səfiyyəddin Ərdəbildən söz açacaq olursaq əgər, Şeyx Səfiyyəddin haqqında, deməli, əlimizdə var olan bilgilər onu deməyə əsas verir ki, həmin zamanda Ərdəbil şəhərinin əhalisinin, təbii ki, böyük dediyim kimi, şafi sünnilər oldu. Və sufilər arasında da əlbəttə ki, yəni o şəhər xalqı arasında da, təbii ki, Şeyx Səfiyyəddin Ərdəbilinin şəhər xalqı arasında müridlərinin böyük əksəriyyəti də şafi sünnilər olublar. Və Şeyx Səfiyyəddin özü də şafi məzhəbinə əməl edib. Məsələn, deyək ki, namaz qılanda, oruç tutanda və s. şafi məzhəbinə, ümumiyyətlə Azərbaycanda Səfəvilərdən öncə, Azərbaycan xalqının ümumiyyətlə çox hissəsi, xüsusən də mən şəhər əhalisini nəzərdə tuturam. O deyim ki, hərəkəmə xalqdır, həddərdə olan xalqdır, bunlar tamam ayrı standartlarla bunlara yanaşmalıdır. Amma şəhər halkının böyük əksəriyyəti Azərbaycanda şafi sünnilər olurlar ki, Ərdəbildə də elədir. Amma bunun bir tək sadəcə, deyək ki, o şəhər xalqının deyək ki, bir nümunə alıb bütün Ərdəbil vilayətinin o cür olduğunu demək, təbii ki, son dərəcə yanlış olacaq. Ancaq, yenə deyirəm, bu o məna ifadə etmir ki, Şeyx Səfiyyəddin Ərdəbili inanc mənasında da 21-ci əsrdə, deyək ki, o sünni düşüncə ki var, o cür düşüncəyə malik olub. Yox. Əslində 21-ci əsrdə vardığımızda artıq sünnilik də, deyək ki, orta əsrlərdəki sünnilikdən fərqləşib, şiəlik də və müsbət mənada fərqləşmədən söz açmıram. Daha da radikallaşır. Yəni, baxın, mən sizə bir şey deyim də, Şeyx Cüneyd, düz deyil, gedib Konyaya. Konya sünniliyin, belə deyək də, çox açıq şəkildə, bariz şəkildə olduğu bir şəhər, düz deyil. Bu adam orada fürsət verirlər. Orada mədrəsələrdə çıxıb öz ideyalarını anlatır. Bir ay orada qalır, səhər axşam anlatır. Ən sonunda mübahisə düşür falan oradan ayrı. Amma fikir verin, yəni zaten kim olduğu məlum olan, hansı ideologiyaya malik olduğu məlum olan bir şəxsə belə söz imkanı verirlər ki, öz bildikləri anlat. O ilə mübahisə edirlər, nə bilim sual verirlər, fikirlərini qəbul etmirlər, amma yenə də ona 21-ci əsrdə belə bir şey ola bilərmi? Bəzi debatlar var, amma o səviyyədə deyil. O dövrün mühiti əslində. Baxın, məsələn, hətta Şeyx Cüneydin siyasi ambisiyası olmasa əgər, məsələn, deyim ki, o rahatlıqla Konyada oturar,
elə yenə də öz fikirlərini bildirər, yenə də sual verərlər, uzaqbaşı mübahisə edərlər falan, yəni belə. Amma onun orada əsl belə deyək də, o sıxışdırılmasına səbəb olan və oradan çıxmasına səbəb olan amil onun siyasi ambisiyaları. Ora gələrik. İdeologiyası yox, siyasi ambisiya. İndi mən nə demək istəyirəm burada Şeyx Səfiyyətinə bağlı? Əlbəttə ki, yəni əgər belə deyək də, nəticəyə bağlamaq təbii ki, lazımdır bu söhbətimizi indi hal-hazırda buraya varıncaya qədər. Deməli, Şeyx Səfiyyəddin bəli, yəni o Şafi fikrinə əməl edir. Lakin bunu bilmək lazımdır. Şafilik bir inancdırmı? Xeyr. Şafilik fiqhlə əlaqədar bir olan məktəbdir. Yəni, belə deyək də, əməllərlə. Məsələn, sünnilikdə inanc deyək ki, əsəbləri də var. Əşarilik, maturidilik kimi deyək ki. Amma məsələn, hənəfilikdir, şafilikdir, malikilikdir. Bunlar fiqhlə əlaqədar olan əsəblərdir. Yəni bunların belə deyək də, inancla bunların səhv salınması düzgün deyil. Yəni bu eyni zamanda inanc yox. Bu əməllərlə əlaqədar olan bir şeydir. Ola bilərmi bu təqiyyə eləyirdi, yəni nəsə belə bir... Yox, o dövrdə, onu müasir İranlı alimlər yazdılar. Ona görə soruşuram. Elxanilər zamanında təqiyyə etməyə ehtiyac var idi mi? Yox. Yəni hansı zamanda yaranıbsa ona fikir vermək lazım. Ancaq burada nəyi demək istəmək? İkinci, o zaman inancın nə idi? İnancdan söz açarkən yenə o demək istəyirəm ki, Şeyx Səfiyyəddini şəriət səviyyəsində dəyərləndirməmək lazımdır. Bu adam şəriət üstü bir adamdır. Həqiqət deyək ki, banisidir. Və hətta onu da deyək ki, həqiqət banisi olsa da, yəni özü həqiqət iddiasında olan bir adamdır. Yəni mən niyə görə iddiasında olan deyirəm? Çünki mən araşdırmacıyam. Yəni mən deyə bilmərəm ki, məsəl üçün ki, filan kəs deyək ki, həqiqət səviyyəsi var. Ən azından belə bir iddiası var. Və ya məsələn, Şeyx Səfiyyəddinin oğlu məsələn, Şeyx Sədrəddin Musa. Məsələn, Şeyx Sədrəddin Musanın farsça şeirləri var. Ənəl-Həq deyir orada. Ənəl-Həq. Mansur Həllazın dediyi kimi Ənəl-Həq deyir orada. Nəsimi dövrdə yaşayıb məncə. Ona görə də Şah İsmail deyəndə ki, Mənsur Ənəl-Həq söylədi, həqdir sözü, həq söylədi. Yəni bu, belə deyək də, burada biz Səfəvi şeyxlərinin inancındakı bir fərqliləşmədən sonrası bilməliyik. Əslində Şeyx Sədrəddinin dediyini deyir. Şeyx Sədrəddin də deyirdi ki, Sufi, Safi, Dələm, Saz-ı Ənəl-Həq mizənəm. Yəni, saf ürəkli bir sufiyyə Ənəl-Həq sazını ifa edirəm. Yəni, Səfəvilərin ilk zamandan etibarən zaten həmin ortodoksal sünnilikdən fərqlənən fikirləri var idi. Məsələn, Saffətü Səfanı məsələn açıb oxusaz, orada Şeyx Səfiyyəddinin Hənəfi üləma haqqında son dərəcə mənfi fikirləri var. Həm də sürekli olaraq bunlardan mübahisə halındadır. Ən əski əl yazmalarında belə, yəni bu hadisələr var. Səfəvi hakimiyyətindən əvvəl yazılmış əl yazmalarında belə var. Ondan sonra Şeyx Səfi zamanında Ərdəbilin Şafi, belə deyək də, axunda olan, sünnilərdə axund yoxdur, amma insanlar adasını deyək. Ərdəbilin sünni üləmasının başçısı, müftisi olan Şeyx Nəcibəddin var. Məsələn, bununla Şeyx Səfi arasında sürəkli polemikalar var. Bir-birlərini tənqid edirlər. Hətta bir səfər Şeyx Nəcibəddin Ərdəbil məscidində Şeyx Səfiyyəddin onun müridlərinə həqarət edir. Ondan sonra Şeyx ilk dəfə Səfəvi müridlərinin silaha əl atdığı gün həmin gündür. Məsələn, Şeyx Səfi zamanında. Müridlər silahlanırlar, deyirlər ki, gedib Şeyx Nəcibəddinin, belə deyək də, tayini vermək lazımdır. Amma Şeyx Səfi buna mani olur, özü şəxsən gedir Şeyx Nəcibəddinlə söhbət edir, Şeyx Nəcibəddin üzr istəyir, bu məsələ bağlanır. Yəni, Şeyx Səfiyyəddinin Şafi fikrinə əməl edildiyini dediyimiz zaman, bunun da eyni zamanda demək lazımdır ki, Şafi üləmanın da Şeyx Səfiyyəddindən zəhləsi gedir. Aydındır. Son olaraq da bunu deyim ki, o ki, dediniz ki, Əhl-i Beyt sevgisi zaten əvvəldən etibarən onu dedik, bəli. Səfəvi ailəsində, bunun da nə ilə sübut edin? 3 dənə şeir var, 3 dənə şeir. Yəni, Şeyx Səfiyyəddinin şair olduğu deyilir, amma əslində şair olmuyor. Amma buna rəğmən,
türkçə, farsça və Türkçə talışça şeiri bizə gəlib çatıb onun mənim. özünün deyil, onun müridləri sadəcə onun fikirlərini yaygınlaşdırmaq üçün Şeyx Səfinin adından şeirlər yazılıb. Türkçə şeirlər də yazılıb, farsça şeirlər yazılıb, talışça şeirlər də yazılıb. Hər üç dildə olan şeirlərdə Şeyx Səfinin adından yazılan şeirlər ki, bunlar da müxtəlif mənbələrdə var. Deməli, Həzrət Əliyə sevgi ifadə edilir. Hətta Şeyx Səfi o şeirlərin birində deyir, təbii yenə öz şeiri deyil, amma yenə də müridlərinin şeiri olsa da Şeyx Səfinin fikirlərindən yola çıxaraq deyir. Deyir ki, əgər bir adamın deyir, ürəyində bir zərrə qədər belə Həzrət Əli sevgisi olsa deyir, o dünyada ona atəş heç bir şey eləməz. Məsələn, sonra deyir ki, məhşər günündə deyir, mənim deyir, hansı əməlim var ki, deyir, mən deyir, hansı əməlimə arxayın olub. Mən ancaq bu iki əlimə arxayınam ki, tutacaq deyir, Həzrət Əli ətəyindən deyir, bəlkə onun sayəsində mən deyir, şəfaat ala bilim. Yəni, bu Həzrət Əli, Şeyx Səfiyyəddinin adından deyilən şeirlərdə var, yəni bunlar. Yenə edirəm, türkçə şeirlərdə də var, farsça şeirlərdə də var, talışça şeirlərdə də var. Yəni, Əhl-i Beyt sevgisi Səfəvilərdə elə Şeyx Səfiyyəddin zamanından var. Ancaq ki, Əhl-i Beyt sevgisinin olması bunların belə deyək də 12 imamcı bir əqidəyə malik olması anlamını ifadə etmir. Əhl-i Beyt sevgisinə malik olmaq ayrı bir şeydir. Əhl-i Beyt tərəfdarı olmaq ayrı bir şeydir. Bax, buradakı o incə nüans sualı vermək istəyirdim sizə. O incə nüans var. İndi mən nəyi bildirmək istəyirəm? Eləsində ora gəldiniz. Mən o sualı vermək istəyirdim sizə ki, bu Əhl-i Beyt sevgisi özünüz bayaqları dediniz, sünnilərin də arasında var. Bəs axı biz hardan götürə bilərik bu Səfəvilərdə sırf İsnaşəriyyə şiəliyinə keçidi? Biz bunu hardan götürə bilərik? Şeyx Cüneydin dövründəmi olub, yoxsa həm də bunu da mən sizə deyim, 13-cü əsrdə əslinə qalsa şiə və sünni bu üləmalar arasında söhbət İsnaşəriyyə şiəliyi ilə ənənəvi sünnilik də arasında o dövrdə güclü polemikalar da gedirdi. Məsələn, məşhur İbn Teymiyyə özü də səhv etmirəmsə Şeyx Səfiyyəddinin yaxın zamanlarda yaşayıb. Burada mən sizə nəyi deyim? Təbii ki, bunlar ərəb dünyasında, təbii ki, bax, burada Türk və İran mühitini ərəb dünyasından bu baxımdan ayırmaq lazımdır. Başlayırsınız məni? O ərəb dünyasında radikallıq elə əvvəldən də olur. Yəni, ərəb dünyasındakı şiələr arasında, sünnilər arasında. Və 16-cı əsrdən etibarən həmin o ərəb dünyasında olan radikallıq sirayət edib Türk və İran dünyasına. Mən elə onu soruşam ki, nə vaxtdan? Bu da nəyin sonucunda olur deməli? Səfəvi dönəmində divandan şiə üləmasını dəvət edirlər. Cəbəlamildən. Sultan, deyək, Osmanlı sultanı, Sultan Səlimin ərəb ölkələrini fəth eləməsindən sonra isə oradan çox sayda ərəb üləması gəlir Osmanlı sarayına. Bax, radikallaşma 16-cı əsrdən etibarən həm Səfəvilərdə, həm də Osmanlılarda bu ərəb dünyasından gələn şiə və sünni üləmanın üzərindən ortaya çıxır. Yoxsa o zamana qədər Türk və təbii ki, az əvvəl dedim. Məsələn, Nəzvininin Ən-Nəqs adlı əsərinin adını mən andım. Düzdür, məsələn, o dövrdə də vardı, məsələn, İranlı bir müəllifdir. Məsələn, İran ortamında, məsələn, sünni alimlər, şiələri haqqında mənfi şeylər, bu da sünnilər haqqında. Amma bu, əlbəttə ki, onu bilmək lazımdır ki, bu, yəni, ictimai, belə deyək də, mühitdə, belə deyək də, bir istiqrarsızlığa, bir, nə bilim, qeyri-sabitliyə yol açmırdı. Bu sadəcə fikir və ideya. Fikir və ideyalar arasında polemikalar kimi. O ki, qaldı Abbasilər zamanında olan üsyanlar və s. Yəni, bu üsyanlar, bunları sünni və şiə, təbii ki, orada siyasi hakimiyyətin əleyhinə üsyan edir. Oradakı, deyək ki, sünni xalqa zərər vurmaq, yaxud onları yerindən sürgün eləməklə, onlara hər hansı bir şeyin üsyan eləmir, məni. Yəni, Səfəvilərin də elə bir iddiası yox idi 13-14-cü əsrlərdə, o formadakı, yəni... Təbii ki, yox idi. Ancaq belə təriqətlə məşğul.
Yəni biz E, görürük ki, Namiq müəllim, bu dövrdə Səfəvilər dinc, yəni belə deyək də, təbliğatla məşğuldurlar. Bəs nə vaxtdan bunlar bu radikal şəkildə hakimiyyət iddialarına düşdülər? deməli, mən az əvvəl dedim ki, Səfəvi şeyxləri arasında, deməli, Əhl-i Beyt sevgisi var idi və eyni zamanda da ümumiyyətlə sufiliyə xas olan həmin o şəriət üləmasının belə deyək də tənqid elədiyi, bəyənmədiyi, o müəyyən o ənəl-haq kimi fikirlər də var idi bunların arasında. Amma dedik ki, burada ən önəmli nüans nədir? Əhl-i Beyti sevmək ayrı şeydir, Əhl-i Beyt tərəfdarı olmaq ayrı şeydir. Bax, Səfəvilərdə açıq bir şəkildə. Məsələn, Şeyx Səfi zamanında Əhl-i Beyt sevgisi var, amma açıq bir şəkildə 12 imamçılıq, daha doğrusu 12 imam vurğusu üzərindən hansısa öz fikirlərini izah etmək, fikirlərini yaymaq kimi bir eylin olduğunu biz söyləyə bilmərik. Şeyx Sədrəddin zamanında da deyə bilmərik. Amma məsələn, Xocə Əli Səfəvi zamanında, bəli, Xacə Əli deyirlər, amma əslində onun belə deyirlər, Xocə əslində eyni sözdür. Deməli, Xocə Əli zamanında açıq bir şəkildə artıq Səfəvilər 12 imam vurğusu üzərindən və 12 imamın tərəfdarı olduqlarını söyləyərək ideoloji fəaliyyət aparırlar. Bununla bağlı ən mühüm mənbələr nədir? Deməli, ən mühüm mənbələrdən biri Şeyx Hüseyn Zahidinin Silsilətün Nəsəbi Səfəviyyə adlı əsəridir. İkincisi, Əmir Teymurun həyatından söz açan Teymurnamə adlı bir əsərdir ki, müəllifi naməlumdur. Üçüncü və ən mühüm əsəri isə onu ekranda paylaşmaq istəyərəm mən. Buradan paylaşırıq ekrandan. Deməli, ortadakı tuşa olsa görsənəcək. Yox, buradan olacaq yəni. İndi oldu mu indi? Bəli. Bax, üçüncü və ən mühüm əsər dediyimiz əsər Xocə Əlinin öz zamanına aiddir bu əsər. Mahmud İbn Bürhanəddin adlı bir adam tərəfindən yazılır. Bu adam da Şeyx Zahidin, belə deyək də, oğlunun nəvəsidir. Yəni ki, nəticəsidir də Şeyx Zahidin. Geylani, yəni Gilani deməkdir də? Bəli. Türkiyədə o cür deyilir, ona görə də burada o cür ifadə olunur deyə. Mən bu slaytı əvvəllər hazırlamışdım, ona görə. Deməli, bu əsərin adı Əqaid-i Evliyayı Səba şəklində adlanır. Bu əsərin ilk səhifəsidir, bu əsərin ilk əl yazmasının ilk səhifəsidir. Amma bizə lazım olan səhifəsi bir sonraki slaytdır. Bax, burada da açıq bir şəkildə mən burada yazılan fikri, deməli, burada vurğulamışam. Əvvəlcə 12 imamın bir adını vurğuluyur. Çox zülfə, türkçədir mi bu əsərin özü? Türkçədir, yoxsa? Bəli. Aha, bu da maraqlı faktdır. Bu çox maraqlı faktdır bu ki, o Türkçə bir əsərdir. Bu əsəri, deməli, bu əl yazmanı mənə Əkbər Nəcəf ilk dəfə vermişdi ki, mən o vaxt Şeyx Zahidin həyat və fəaliyyəti haqqında bir əsər hazırlayırdım. Əkbər müəllim sağ olsun, bu əsərin əl yazması onda var idi. Mənə maillə bu əsəri yollamışdı, istifadə eləmişdi. Bax, burada nə deyir? 12 imamın adını vurğulayır. Deyir ki, biz deyir, 12 imamı sevərik, onlara düşmən olanların da düşmənik. Yəni, təvəlla və təbərra edir burada. Yəni, Xocə Əlinin müridlərindən olan Mahmud öz əsərində təvəlla və təbərra edir. Deyir ki, biz Əhl-i Beyti 12 imamı sevənləri sevirik, onlara, düşmən olanlara düşmənik deyir. Onu izah edir ki, artıq Xocə Əli zamanından etibarən, istərsiniz bunu böyüdək buradan, yəni ki... Hansı tərəfini böyüdək? Bircə dəqiqə mən deyəcəyəm indi, bircə dəqiqə burada, buradan mən eləyə bilərəm, bircə dəqiqə. Mən də buradan böyüdə bilirəm əslində, sadəcə özümüz üçün böyüdürəm də, onu siz görmürsünüz böyüdməyin. Bax, burada gəldik bu tərəfə, bax, burada 12 imamın adını anır. Mən yaxınlaşdım. 12 imamın adını anır. Bax, burada deməli, axırıncı da İmam Məhəmməd
Mehdi Sahibə Zamanın adını anır, düzdür? Ondan sonra bunların adlarını anandan sonra onlara deyir ki, salavat ifadə edəndən sonra bax buradan etibarən deyir. Bax buradan etibarən deyir ki, Tamam, bəli. Düzdür, mən bu xətti tam oxuya buradan bilmirəm. etibarən deyir ki, bəs biz onları sevənləri, Sevər üz ol Həzəratı, hə. Bu xətti tam belə oxuya bilmirəm, amma yəni buradan etibarən deyir ki, biz onları sevənləri sevirik, onlara düşmən olanlara biz də düşmənik. İndi buradan bitdən çıxaq. Oldu. Məsələn, bəli. Onun da bax burada açıqlaması zaten burada var. Yəni sevəriz ol həzəratı və onların mühiblərini və düşmən və bizarız ol əyinməydin düşmənlərindən. Aydın. Deməli, Xacə Əlinin zamanından başlayıb bu. Amma belə deyirlər ki, bu sən demə 15-ci əsrdə Şeyx Cüneydin vaxtından başlayıbmış. Bu biraz Yox, Xocə Əli zamanı. Sonra Teymurla söhbəti sırasında o deyir ki, biz deyir ara əlbisə geyinməyimizin mənası deyir. Yəni 12 imamın hüzünü var bizim üstümüzdə, ona görə bunu giyinirik belə. Ondan sonra deyir ki, Yezidi Kürdlərini deyir, deyir. Onlar deyir o vaxt deyir İmam Hüseyni öldürdülər. Yəni onları deyir sənə həvalə edirəm və s. Teymurla belə söhbətləri var. Burada sübut edir ki, Azərbaycanda şiəlik 14-cü əsrdə var idi da, yəni kifayət qədər idi. Söhbət məhz 12 imam şiəliyindən gedir də. Bu var idisə, deməli bunun ətrafında... Bizcə də ekranı durduraq buradan, hə, ekranı durduraq. Hə, indi bax, yaxşı, deyək ki, ancaq indi mən sizə sual verim də onda. Xocə Əli, sizcə, bax deyirsiniz, Xocə Əli şiə idi. Xocə Əli hansı məsələdə əməl edirdi? 12 imam şiəliyi yəqin ki olardı. Belə olardı yəqin. Onda ikinci sualı verim də, onda mən sizə. Bax, Şah İsmail iqtidara gəldi, yüksəldi, düzdür? Dedi ki, Cəfərin məzhəbini biz ölkədə rəsmi məzhəb elan edəcəyik, düzdür? Amma axtardılar. Alim tapa bilmədilər. Bir də alim yox, alim bir tərəfə qalsın. Bir dənə mənbə tapa bilmədilər ki, yaxşı bu Cəfəri fiqhi nə deyirlər şeydir. Axırda Qazım Əsrullah Zeytuninin evindən təsadüfən Əllamə Hillinin əsərini tapıb ortaya çıxartdılar. Dedilər ki, bax bunu elan edək. Onda mən sizə sual verirəm. Əgər Səfəvilər özləri Cəfəri fiqhinə əməl edirlərsə, bunlar hansı əsər əsasında buna əməl edir? Bu da maraqlı faktdır. Başlayırsınız məni. Bunu Səfəvi müəllifləri özləri yazdılar. Bu Həsən Məhrumun Əhsən-ül Təvarix əsərində. Başa düşdüm. Bu maraqlı faktdır. Yəni, əgər Şah İsmail özü Cəfəri fiqhinə əməl edirdisə, hakimiyyətə gələn sonra əməl etdiyi əsər hansı idisə, çıxardır, niyə birdən-birə keçirlər bunlar? Mən buna əməl edirəm, siz də buna əməl edirəm. Dedilər ki, yox, bəs hanın da bəs bu əsər, bu Cəfəri fiqhinin mənbəyi ondan haradır. Dedilər, axtarın görə ki, haradadır. Axtardılar, neçə gün sonra Qazım Əsrullahın evindən tapıb çıxartdılar ki, o özü də şiə deyildi heç, amma onun evində var idi. Onun evindən tapıb çıxartdılar ki, bax, belə bir adam var, Əllamə Hilli, özü şiə deyib, belə bir əsər yazıb, bəlkə bunu dilər, yaxşı oldu. Amma axı o dövrə qədər kifayət qədər şiə alimlərinin əsərləri var. Deməli, onda Azərbaycanda yayılmayıb da, bunu demək istəyir. Yayılıb, təbii ki, var, təbii ki, amma Azərbaycanda yayılmamışdı və Səfəvi şeyxləri də buna zaten əməl etmirdilər. Nə Xocə Əli, nə Şeyx İbrahim, nə Şeyx Cüneyd, nə Şeyx Heydər, nə Şah İsmail iqtidara gələnə qədər. Amma belə fikir olaraq, onların tərəfdarı olsalar da fiqh olaraq ona əməl eləmirdilər. Yəni, yenə deyirəm də, burada bunlar sufi şeyxləri olublar, sufi şeyxləri idilər bunlar. Bunlar üçün, bunlar şəriət üstü bir inanca sahibi idilər. Bunlar üçün fiqh fərqi yox idi. Bunlar üçün fiqh bir növ zahir idi. Bunlar üçün fiqh zahiri bir şey idi. Bir fərqi yox idi onun, yəni. Bunlar əsasında burada çox da əhəmiyyət etmirdilər. Bəli. Bunlar üçün inanc əsas idi. Amma Səfəvilərdəki üçüncü, bu dedik Xocə Əli dövründə ikinci fərqliləşmə oldu elə bir. Şeyx Sədrəddinin o inancından fərqli olaraq Xocə Əli dönəmində artıq açıq bir şəkildə artıq o 12 imam vurgusu var və 12 imamı sevənləri sevmək, sevməyənləri sevməmək. Amma üçüncü fərqliləşmə Cüneydin zamanında oldu.
Şeyx Cüneydin zamanında ilk dəfə Səfəvilər Şiəliyin siyasi konsepsiyasını aldılar. Yəni ki, Həzrət Əli və Həzrət Fatimə soyunun müsəlmanlar üzərində xilafətə malik olması. Bax, bu fikri aldılar və bunun üzərindən siyasi iddialarla hakimiyyət qurmaq uğrunda mübarizəyə atıldılar. Yəni, Xocaəli zamanında 12 imam vurğusu artıq açıq bir şəkildə önə sürülürsə, Şeyx Cüneyd zamanında artıq bu siyasiləşir. Amma Şeyx Cüneydin elədiyi digər bir önəmli fəaliyyət də var ki, bu bir çox araşdırmalarda buna əhəmiyyət verilmir. Bu nə idi? Şeyx Cüneyddən əvvəl Səfəvi şeyxlər, dediyimiz ki, sufi şeyxlər olaraq fəaliyyətlər yürüdürdülər. Və bunlar da dediyimiz ki, məsələn, hansısa nümayəndəsini yollayır, hansısa şəhər, orada bir zaviyə qurur, orada fikirlərini yayır və s. İnsanlar gəlir bunu ziyarət edir, müridləri olurlar bunun və s. bu şəkildə. Bu dediyimiz kimi, az əvvəl dedik, 3 dənə yol var idi da İslamiyyətin yaygınlaşmasında, təbliğat aparılması 3 yol var idi. Bu dediyimiz ikincisi idi də bu. Həmin də sufilər və zaviyələr vasitəsində gəldi. Amma Şeyx Cüneyd nə idi? Şeyx Cüneyd təriqətin üzərində, təriqətin fövqündə olan icmalara neynədi? Öz fikirlərini yönləndirdi və onları özünə bağlamaq istədi. Yəni, həmin o xalq İslam dediyimiz zümrələr ki var, Ələvilər kimi. Türk düşmən qəbilələri də orada o tayfaları. Bəli, amma orada nə önəmlidir? Bunların həmin o dediyimiz xalq İslamiyyəti anlayışına malik olması ki, bu ideologiya əslində təriqət üzərində bir ideologiya idi. Nədir ki, sufilər şəriət üzərində bir ideologiyaya sahib idilər. Bu Ələvilər də təriqətin üzərində bir ideologiyaya sahib olduqlarını iddia edirdilər və hətta edirlər. Bunun fərqi nədir? Məsələn üçün, deyək ki, sufilikdə dediyimiz kimi də şəriət, təriqət, mərifət, həqiqət. Sufilər, bir adam ki, sufidir, təriqət mərhələsindədir. Deyək ki, düzdür. Amma fərdi qaydada özünü inkişaf elətdirib, mərifət və həqiqət mərhələlərinə də gedib çıxması mümkündür. Yəni, sufilikdə, deyək ki, şeyx həqiqət mərhələsindədir. Amma şərt o deyil ki, bütün müridlər də həqiqət mərhələsində olsun. Müridlər həqiqət mərhələsində. Yaxud da kimsə özünü inkişaf elətdirirsə, mərifət və həqiqətə də yüksəlmiş. Amma burada artıq, belə deyək də, toplu halda olmur bu. Fərdi qaydada olur. Amma İrandakı əhli haqlar, İraqdakı Hakailər, Suriyadakı Nusayrilər, Anadoludakı Ələvilər kimi o xalq İslamiyyətinə malik olan zümrələr, bunlar öz ideologiyalarının təriqət üstündə olduğunu iddia edirlər zaten. Aradakı o fərqliliyi hər halda anlata bildim sizə, yəni izah edə bildim. Yəni bunlar sufilər, bunlar onun üçün özlərini sufi saymırlar. Məsələn, İrandakı əhli haqlara sufisinizmi siz deyə sual versəz, özlərini həqarətə uğramış sayarlar. Çünki onlara görə sufilik aşağı bir səviyyə sayılır. Görüşürsünüz məni. Bunlar həqiqət mərhələsindədirlər. Özlərini elə sayırlar. Yəni, sufi olmaq, sən onlara sufi deyəndə ki, onları oradan endirirsən. Aşağı salırsan da onları, bildim. Yəni, bunların təriqət olduğunu və yaxud da ki, sufi olduğunu demək, yəni onların inancları və ideologiyaları baxımından, yəni doğru olmaz. Bax, Ələvilər də o cürdür. Yəni, Cüneydin əslində burada elədiyi inqilabi hadisə nə idi? Yəni, təriqət şeyxi ikən, təriqətin üzərində bir sistemə və ideologiyaya sahib olan topluluqlara xitab edir və onları özünə bağlayır. Yəni, onlar artıq
belə deyək də, ayrı-ayrı orada adamları alıb özünə bağlamır. Onları bir icma olaraq özünə bağlayır. Bir də bayaqlar o Konya məsələsini dediniz. Bu belə Yəni bir bu Şeyx Cüneydin elədiyi, yəni o sonraki fəaliyyətləri mənasında elədiyi ən mühüm fəaliyyət bax bu idi. Yəni bu onun o şiəliyin siyasi yönünü almaqdan ziyadə elədiyi ən o inqilabi addım o Səfəvi şeyxlərin. özündən yuxarıdakı hesab o. Bəli, başa düşdüm mən sizi. Yəni, Yəni o onu cür özündən aşağı sayanları özünə o bağlayır. cür icmalara xitab edir, o cür icmalara xitab edir. Onları özünə bağlayır. Evet. Bax bu özü çox önəmli bir elementdir. Yəni o dövr ki bunların fəaliyyətlər arasında. Belə bir sual indi gəldi ağlıma. O sizə danışmışdıq əslində biz bunu. Bu Şeyx Cüneydin o Konyada hansısa şeyxlə mübahisəsi olur və bayaqları siz də əslində orada qısaca toxundunuz o məsələyə və belə iddia edirlər ki, orada güya Quranın Məhəmməd əleyhissalama yox, güya ki ya təhrif olunmuş formada gəldiyini iddia edib, nəsə belə bir söhbət olub və deyib ki, sən oradaydınmı Quran gələndə və s. və o ayə gələndə sən oradaydınmı? Yox, o söhbət belə deyil. Paşazadənin əsərində vardı məsələ. Amma mən tapa bilmədim o əsərdə, açığı tərcüməsində görmədim. Paşazadədə var. Orada belə bir söhbət olur ki, deməli, Konyadakı alim, yəni Şeyx Cüneydin söhbətlərindən sonra görür ki, bu sahabələr haqqında mənfi fikirlər deyir. Deyir ki, bəs sahabələr haqqında bu qədər ayət nazil olub. Bəs bunlar haqqında nə deyə bilərsən? Və yaxud da ki, bu qədər ayət nazil olubsa bu adamlar haqqında, sən niyə görə bu adamlar haqqında mənfi şeylər deyirsən? O deyir ki, bu ayətlər səhabə haqqında nazil olanda sən də orada mıydın? Aha. Yəni ayəti inkar eləmir. Bunların səhabə haqqında olmasını inkar edir. Yəni sən orada mıydın ki, yəni sənə deyirlərmi ki, orada bu səhabə haqqında bu ayətləri endiririk? Yəni o mənada yəni bunu deyir. Yoxsa orada ayətləri inkar etmir. Bir sadəcə ki, o ayələri sahabələr haqqında olmasını inkar ya da şübhə altına alır. Yəni buradakı incə nüans o da, amma Şeyx Cüneydin Konyadan çıxarılması o siyasi səbəblərdəndir. Yəni o ideoloji səbəb. Burada bir şey də mən sizə deyim. Məsələn, Səfəvi şeyxlərinin Anadolunun və Osmanlının da ictimai və ideoloji həyatında mühüm rolları oldu. Bax, adi bir şey deyim sizə. Fatih İstanbulu gedirdi almağa. Yanında kim var? Ən böyük hocası Ak Şəmsəddin var. Ak Şəmsəddin özünün silsiləsi Səfəvi şeyxlərinə gedir. Yəni o dövrdə Osmanlı'nın problemi Ak Şəmsəddin kimdir? Məsələn, Hacı Bayram Vəlinin silsiləsinə bağlı olan bir, deyək ki, övliyadır. Düzdür? Hacı Bayram Vəli kim olub? Hacı Bayram Vəli. Hacı Bayram Vəli Səfəvi şeyxi Xoca Əlinin Anadoluda təyin edildiyi xəlifədir. Yəni ondan əvvəl Şeyx Həmidəddin Vəli olub. Şeyx Həmidəddin Vəlidən sonra da Şeyx Həmidəddin Vəlinin hazırladığı, öyrətdiyi Hacı Bayram Vəli Xoca Əli Səfəvinin Anadoludakı xəlifəsi. Hətta Xoca Əli Səfəvi hac ziyarətinə gələndə Hacı Bayram Vəli gəlir onu ziyarət edir. Və ondan sonra Xoca Əli ayrılır hac ziyarətinə. Amma sonra Hacı Bayram Vəli Xoca Əli vəfat etdikdən sonra öz adı ilə sonralar təbii ki o zaman Bayramiyyə təriqətini qurur və Axşəmsəddin də həmin o təriqətin müridlərindəndir. Yəni Axşəmsəddinin də irşad silsiləsi gedib çatır bu Səfəvi şeyxlərində. Bunu amma çox şey eləmirlər. Məsələn, bunu çox açıqlamırlar. Bunu çox istəmirlər ki, belə vurğulasınlar ki, Axşəmsəddinin silsiləsi Səfəvilərə gedib çatır. Amma bu işi araşdıranların bildiyi elemental bir şeydir yəni. Çox qısa bir axırıncı sualımı mən istəyərəm verim sizə. Deməli, bizdə bu dərsliklərdə Səfəvilərin Ərdəbil hakimliyi deyə bir bölmələr var və yer gəlmişəm bu illərdə MİQ imtahanına bununla bağlı bir sual düşmüşdü. Onu qoyuram qırağa. Əsas mənim öyrənmək istədiyim nədir? Ümumiyyətlə, Səfəvilərin Ərdəbildə feodal hakimliyi olubmu? Yəni bu, belə deyək də, necə ki, məsələn, götürək bu Axsunqurilər kimi, Şirvanşahlar kimi, Şək hakimliyi kimi də, belə deyək. Ərdəbili də bunlar idarə ediblərmi o formada ki, yəni buranın hakimi bizik? Belə bir şey olub mu ümumiyyətlə tarixdə? Yox, elə bir şey olmayıb. Ərdəbil, yəni Səfəvilər heç bir zaman Ərdəbil hakimi olmayıblar və bunu sübut edə biləcək də heç bir fakt mövcud deyil. Bu barədə bilmirəm 2020-ci il idi yoxsa 21-ci il idi.
Erb Üniversitesi'nde bir simpozyum var idi. Orada bir məruzə hazırlamışdım. Səfəvi şeyxləri Ərdəbil hakimləri idilərmi? Harası bak o cür bir adı var idi. Orada mən o dövrün 14-15-ci əsrlərin mənbələrini araşdırdı. 14-15-ci əsrlərin mənbələrində heç birisində Səfəvilərin Ərdəbil hakimləri olduqları vurğulanmır. Amma hər halda bu qüvvə idilər onlar həmişə. Bu belə. İkincisi də hətta ondan sonra Səfəvilərin hakimiyyəti zamanında yazılan Səfəvi mənbələrində də belə bir iddia yer almır ki, Səfəvi şeyxləri nə bilim Şeyx Səfiyyəddin, nə bilim Şeyx Sədrəddin və yaxud da Xoca Əli və yaxud da Şeyx Cüneyd, Şeyx Heydər Ərdəbil hakimi olur. Belə bir iddia yer almır. Zaten bunlar sufi şeyxləri idi. Adam sufi şeyxidir. Bir də hansısa hökmdarın hansısa şəhərə təyin elədiyi validir. Düşün yəni. Belə bir şey. Deyir ki, Elxanilər Şeyx Səfiyyəddin sufi şeyxidir. Ta Hindistandan gəlib adamın əlini öpüb ziyarət edirlər. Bir yandan da Elxani hökmdarının Ərdəbil şəhərdə validir. Belə bir şey ola bilərmi? Yəni, mümkün deyil. Və o mənbələrdə də yer almır zaten. Bu barədə bir kəlmə belə. Yox, bunlar deyirlər ki, feodal hakimliyi də, yəni torpaq sahibi olublar, bunların özünün kəndlərində yaşayan əhali olublara vergi verib, yəni qoşun olub orada. Bu belə bir mənada. Yox, birisi nəzər deyib. Bunlar əlbəttə ki, feodal idilər. Bunların fərq əraziləri var idi, bunların deyək ki, müxtəlif kəndləri var idi və s. Amma o önə sürülən fikirdə, məsələn, hətta bəzən, deyək ki, o dövrdə Azərbaycanın siyasi xəritəsi içində Ərdəbil hakimiyyəti belə bir şey olmayıb, yəni o siyasi sərhədləri olardı. Amma Ərdəbildə və nəinki Ərdəbildə, Muğanda olsun, Təbriz ətrafında olsun, İyanə ətrafında olsun, bu Səfəvi şeyxlərinə aid olan deyək ki, feodal mülkiyyəti olub, bu ayrı bir şeydir. Amma oranın siyasi hakimiyyəti və hətta xəritəsi dızılmış bir, belə deyək də, Ərdəbil hakimi. Hətta bəziləri yazırlar ki, Ərdəbil hakimliyi müstəqil olub güya. Heç Ağqoyunlara falan itaat etməyib. Yəni, bu tamamilə, belə deyək də, o dövrün mənbələrində sübut olunmayan bir şeydir. Və həmin o məqaləmdə də, o da yayınlandı daha Azərbaycan, orada da mən o dövrün mənbələri ilə o 200 illik o müddət ərzində o dövrdə yazılmış olan mənbələri araşdırır. Əslində həmin illərdə Ərdəbildə kimlərin hakimliyi elədiklərini orada vurğulayır. Məsələn, konkret hansı şəxslər orada həqiqətən də siyasi hakimiyyətə malik olurlar, onlara da. Amma burada ayrı bir şey də var ki, onu da orada zaten vurğulamışam. Səfəvi şeyxlər əlbəttə ki, Ərdəbildə çox yüksək bir mənəvi hakimiyyətə sahibdirlər. Və hətta Ərdəbilin həqiqi o siyasi hakimi olan şəxslər belə onlara ehtiyat edirlər. Və hətta onlara etiraz belə edə bilmirdilər. Yəni, bu ayrı bir şeydir. Amma orada böyük nüfuza malik olmaqları o demək deyil ki, onlar orada həqiqətən də siyasi hakimiyyətə malik olurlar. Belə bir şey olmuyor. Yəni, Ərdəbildə Səfəvilər, belə deyək də, hüquqi mənada bir siyasi hakimiyyətə malik olur. Amma əlbəttə ki, orada çox böyük nüfuzları olub, belə deyək də, o əraziləri olub, hətta ərazilər bir tərəfə qalsın, şəhər içində bunların mağazaları var idi, bazarları var idi filan da müəyyən, o indiki desək müəyyən obyektləri var idi şəhər içində də. Yəni bir növ orada iqtisadi mənada da mühüm bir ailə idi, ictimai mənada da, mənəvi, ideoloji və bu təbii ki, bütün bunlar bir araya gələndə siyasi mənada da çox belə deyək də effektiv bir rol oynayan ailədir. Amma oranın heç vaxt o, belə deyək, hüquqi cəhətdən siyasi hakimi olmayıblar. Hətta məsələn, Şeyx Heydərin ordusu belə var idi, amma Şeyx Heydərin dövründə konkret məlumdur ki, Ağqoyunluların Ərdəbildəki hakimləri hansı şəxsdir. Və bunların adlarını onları qeyd eləmiş, o dövrün mənbələrinə, sənədlərinə əsasın ki, bu adamlar faktik hakim. Hətta təbii ki, Şeyx Heydər Uzun Həsənin kürəkənidir. Daha sonrasında Ərdəbil deyək ki, xanəgahının başçısıdır, Səfəvilərin şeyxidir və s. Dediyimiz kimi, bu qədər əraziləri var, şəhər içində bu qədər obyektləri var, ordusu var, nə var. Amma bütün bunlara rəğmən Ərdəbilin də bir siyasi inzibati valisi var. Yəni, bu da bir reallığıdır. Çox gözəl, Namiq müəllim, yenə də həmişəki kimi gözəl söhbət oldu. Mən sizə çox dərin minnətdarlığımı bildirirəm. Son demək istədiyiniz bir şey varsa, onu da əlavə edə bilərsiniz və biz bugünkü verilişi yekunlaşdırarıq. Nəsə əlavə eləmək istədiyiniz bir şey varmı, Namiq müəllim, son olaraq? Mən də minnətdarlığımı bildirmək istəyirəm sizə.
İzləyicilərə də həmçinin sağ olun, var olun. Belə hörmətli izləyicilər, Tarix Asan İzahata kanalında növbəti verilişin sonuna gəldik. Belə verilişlərin davamının olmasını istəyirsinizsə, bu cür verilişləri paylaşın ki, belə akademik söhbətlərdən sizin də xəbər və digərlərinin də xəbəri olsun. İnşallah növbəti verilişləri də izləmək üçün kanala abunə olmağı da unutmayın. Təşəkkür edirəm Namiq müəllim bir daha sizə. Çox sağ olun, çox sağ olun.